Salam, vaxtınız xeyir olsun değerli futbol severler. Veteranlar Liqasındayıq. 6-cı turundayıq. Veteranlar Liqasının RAR və Vəkillər komandası asılışmasında yer alırlar. Artıq son hazırlıq işlərdə görülür. Biraz sonra maç startı götürəcək. Biz ənənəvi olaraq sizlərə heyətləri təqdim edəcəyik. RAR komandasında heyətlər belədir. 5 Rauf Həsənzadə, 9 Rövşən Həsənzadə, 11 Elvin Sərkərov, 10 Nurxan Həsənov, 8 Nizat Babayev, 6 Nazim Cəlilli, 4 Seymur Aslanov, 57 qalkiper Üsal Həsənov və beləliklə oyun hakimində start fitil səsləndirildi. Uğurlar hər iki komandaya. Vəkillər kollegiyası komandasında isə heyətlər belədir. 9 nömrə Rauf Əmr Aslanov, 15 Nurəddin Sadiqov, 23 Fəxri Hacıyev, 17 Atilay Məmmədov, 6 Ülfi Əliyev, 33 Emil Paşayev, 43 Elsevər Xan Əliyev, 13 Ramin Əliyev. Meydanda mübarizə aparır. Qaralı formada vəkillər kollegiyası, yaşıllaqlı formada isə RAR komandası. Burada RAR komandasından hücum əmləsi Rövşən. Davan ötürməsi geriyə doğru gəldi. Yenidən top Rövşəndə. Sağznaha Rauf. Korner. Seymur topun gerisindədir. Gün zərbəsini yerinə yetirir. Nurxan Həsənov. Canlı yayımıza yeni qatılan dəyərli izləyicilərimiz, hər biriniz xoş gəlib, səfa gətirmişsiniz. Keyfiniz, əhvalınız necədir? RAR komandasına hücum əmləsi, lakin vəkillər kollegiyası topu alır rəqibinə. Hücum əmləsi Ülfi. Toxunuş var rəqibdən. Top meydanı tərk edir. Out mu? Yox, xeyr. Gün zərbəsi. İndi hakim qərarını verdi. Out qərarı gəlib. Vəkillər kollegiyasının out əmləsi. İndi qarşılandı top qapısı tərəfindən Seymur RAR komandasına əksuma çıxartar. Sol znaqda Nicat. Emil Paşayev kazandı. Nurəddin. Yenidən Emil. Dəyişdi toxunuşu ötürmə Nurəddin istiqamətinə yaxşı alındı. Müdafiədə əslində riskli, lakin uğurlu paslaşmalar alındı vəkillər kollegiyasından. Ülfi. Sol znaqda Nurəddin. Paralel ötürmə Emil Paşayev. Bir qədər top qəbulunda səhvə yol verdi. Yeni qatılan izləyicilərimiz də var artıq. Canlı yayımızda yeni gələnlər. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Biz Razin Olimp Arenadan oyunu şərh edirik. Sizlər hardan izləyirsiniz? Fikirləriniz hər zamanki kimi maraqlıdır. Hər günkü kimi izləyicilərdən kimin hardan izlədiyini istəyər, müxtəlif regionlarımızdan, Bakı kəndlərimizdən, həmçinin digər ölkələrdən izləyənlər olur. Biz hər zaman səsləndiririk. Biz canlı yayımda da kimlər hardan izləyir alt yerinə yetirilir. Həmçinin yayımda olarkən yayımı bəyənməyiniz artıq dərəcədə xahiş olunur, maksimum dərəcədə. Bu həftəlik Veteranlar Liqasının ilk 4 oyunu canlı yayımlanacaq. Digər 4 oyunu canlı yayım olmayacaq. Artıq qarşıdakı həftələrdə yayımlar stabil şəkildə davam edəcək. Əgər ki bir problem yaşanmazsa. Nazim bəy Masallıdan salamlar deyir. Aleyküm salam, bizdən də Masallıya qucaqlı olsun. Salamlar. İndi qaptan zərbə ilə top oyuna daxil olunub. Emir Paşayevdən sol znaha Nurəddin. Vəkillər kollegiyası hücumladı. Nurəddindən zərbə. Gol! Hesab açılır. Maçın artıq 5-ci dəqiqəsində keçid alarkən komanda 15 nömrəsi Nurəddin Sadiqov topu tora qovuşturdu. Razindən salamlar, məhsələ biz də Razinə Zabratdan salamlar var. Aleyküm salam, biz də Razinə Zabrata salamlarımızı göndəririk. Elə zaten biz oyun Başkanov Razindən Olimp Arenadan canlı yayımlanır. Elvin Sərkərov.
Çəkdi sağ ayağına Sərkərov. Golkiper də mükəmməl ayaq asılımı gəlir. İndi sol zona ötürmə gəldi. Vəkillər kollegiyası təhlükəli hücum. Bloklanar. Xeyr, bura bildirdi axı. Razin Olimp Arenada. Ötürmə cərmə binasasına qarşılandı top. Yayımda olarkən değerli izleyiciler, bir barmağınızla bəyənmədə, ekranı bəyənərək izləsə minnətdar olarıq. Top altı yolantı. Yox, bura Olimp Arena adı belə adlanır. Yan xətdən top oyuna daxil olunur. Ülfi. Ülfidən ara ötürməsi gəldi. Qapıya doğru zərbə. Dəf olunur. Rauf Əmraslanovun zərbəsi. Sizi də xoş gördük Ziya bəy. Elvin Sərkərov. RAR komandası hücumda. Ara ötürməsi qarşılanır. Bir də ki, değerli izleyiciler, bizim yayımlarda heç zaman hədiyyə istəkləri olmurdu. Sadəcə artıq TikTok'un bəzi qaydaları var ki, görevlər verirlər, onları tamamlamaq lazımdır. Bir jetonluq hədiyyələrlə o görevlər tamamlanır. Əsasən Benisevlər var, onların içərisində qızıl güllər var. Bir jetonluq top hədiyyələri var, belə bir hədiyyələr var. Mümkün olarsa onları da göndərməyimiz arzu olunandır. Yayımın aktivliyi üçün. Əks təqdirdə əgər aktivlik etməyə ona gücünüz çatmırsa, yayımı maksimum sürətlə bəyənməyiniz möhtəşəm olar. O 35 FK etməyəcəksiniz nə deməkdir, anlaya bilmədim. 37 daha doğrusu. RAR komandası topla. Nurxan Həsənov gözləyir komanda yoldaşlarını. Elvin Sərkərov oynadı indi. Dağıtı yerinə yetirilir. Vəkillər kollegiyası top oyuna daxil etdi. Emir Paşayev, Ülfi. Ülfi Əliyev alt qazandı. Elvin, daha doğrusu Paşayevi topla. Ülfi Əliyevdə topun ötürməsi yaxşı aldı. Nurəddin Sadiqov öz zahı ilə oynadı. İndi cərmə meydansasına ötürmə gəlir, lakin bir ötürmə olur. User, teşekkürlər xoş sözlərin üçün, minnətdarıq. Siz değerli izləyicilər hər zaman xoş sözlərə layiqsiz. Həqiqətən də var olasınız, minnətdaram. O canlı yayımda bəyənən, paylaşan, bir jetonluq belə hədiyyə atanlar, əlləriniz hər zaman ruzli bərəkətli olsun. Xeyr, belə bir komanda yoxdur bu ligada axı. Ülfi Əliyev. Uzaqlaşdırdı bir sual. Yenidən oynatalım. Vəkillər kollegiyasına hücum həmləsi. Golkiper az qala həmkarının qapısından topu keçirdəcəkdi. Üçüncüdən zərbə. Ötürmə gəldi. İndi Nurəddin Sadiqovun topu ayağına oturmadır. RAR komandasına hücum həmləsi. Nurxan. Bir deyir gəlir Nurxandan, lakin topu özündən çox irəli atır. Out. Yaşılların, yəni RAR komandasının heyətində 11 nömrə Elvin Sərkərovda. Nurxan top oyuna daxil etdi. Rauf Həsənzadənin ötürməsi Elvin Sərkərov. Sərkərov qeyri-dəqiq zərbə olur. Hans Ayxan. Yufer.
tam ətraflı məlumat versəz bəlkə tanıya bilərik. Emil Paşayev. Hakim davam deyir, heç bir qayda pozuntusu yox idi o epizodda. Rauf Həsənzadə. Seymur o çətin vəziyyətdən çıxmağa çalışır. Diaqonal ötürmə Nurxan. Nurxan keçdi bir rəqibini. Sol uzaqlı oynayır. Elfindən zərbə gəldi. Yaxın künc bağladı qapısı tərəfindən. Bilmirəm hazırda. Əfsuslar olsun. Ülfi. Ülfi Əliyev. Ötürmə qarşılandı. Seymur. Və son toxunuş məsələ Seymurun özündən olur. Ötürmə zərmədən əsasında, amma komanda yoldaşlarına heç kim yox idi orada. Rauf Əmrəsłanovun. Burada iklim var. O zaman uşaqda sən eləsə, sən daha dalaşacaqsan yəqin ki. 100%. Seymur Aslanov. Aslanovdan sağsına ötürmə gəldi. İkiyə çəkilir. Elvin Sərkarov, Seymur. Orsu səhət olur. Qod komandasını eşitmişəm. Eşitmişəm, amma zənnimiz onların oyunlarını şərh etməmişəm mən. Nurxan. Ötürməsinə müdafiəçilərdən toxunuş var. Küncdən zərbə. Künc zərbəsi düzgün şəkildə yerinə yetirilmədiyi üçün qaptan zərbəyə işarə olunur. Ay maşallah, təşəkkürlər. Həqiqətən də bəyənləriniz əla davam edir. Minnətdaram. Davamı olsun, davamı gəlsin təşə. Ülfi Əliyev təkbir epizod yaranıb. Əliyevdən zərbə, bir sal. Diqqətli də qapsında. Korner. Ülfi Əliyev yan xəttdən top oyuna daxil edər. Ötürmə gəldi zərmə meydan sahasına. İndi Nicat uzaqlaşdırmağa çalışır toplu təhlükəli zonadan. Out. Ülfi Əliyev. Ülfidən ötürmə gəldi. Qalçıpə ikinci zətində top tutur. Bildirdiyim kimi Mamedov eşitmişəm. Sadəcə onların oyunlarına əsaslar olsun şərh eləməmişəm. Siz həmin komandadansınızmı? Seymur sağsına indi zərməydən sağsına ötürmə Elvin Sərkarovun zərbəsi kritik seyvlə dəf olunur. İndi əksüsümdadır Vəkillər Kollegiyası. Nurəddin Sadiqov. Açda yeganə qolun müəllifi korner kazandırır komandasına. Ötürməsi gəldi Ülfi istiqamətində. Nicat top meydanından kənarlaşdırdı. Vəkillər Kollegiyası time-out götürür. Time-out yekunlaşdı. Yenidən oyuna davam. Atilayın bir qədər ötürməsi uğursuz alınmışdı. Nicat topla. Soluna Nurəddin ötürmə. Daha doğrusu Nurxan idi bu. İndi Nurəddin əks-suma çıxardır. Komandasına Ülfi Əliyevdən zərbə qapına yan keçir. Elvin Sərkarov. Sərkarov. Qayda pozlu ona qarşı şovultuğu var. Ötürmə gəldi. Nizat yenidən Elvin Sərkarov. Emil Paşayev bloklayır. Aleyküm salam, hər vaxtınız xeyir Zahid bəy. Minnətdaram xoş sözləriniz üçün.
Qaptan zərbəyə top oyuna daxil olunur. Yerdən anlaşılmazlıq var idi. Rar komandasının oyunçularından hakimlər arasında. Seymur sol uzatdan İzat yanında Nurxanla oynadı. Nurxan boş mövqe axtarır ötürmə etmək üçün. Nurəddin Sadiqov qarşıladı. Nicat Ülfəliyev qaydanı pozur Nicata qarşı. Götür topu. Rauf Elvin Nurxan topladı. Nurxan ara ötürməsi gəldi. Rauf zərbə qatına yan keçir. Demək edə bilmərəm. Emil Paşayev Ülfəliyev oynuyor. Əliyevdən paralel ötürmə keçmədi. Rar komandasına tabir əksi məmləsi. Seymur Aslanov təhlükəli gəlib. Rar komandası uzun ötürmə. Elvin Sərkərov dirəkdən top meydan tərk edir. Qapı direği hesabın bərabərləşməsinə mane olur. Alta yollandı ötürmə. Elvin Sərkərovun ötürməsi. Nurxan zərbə dəf olundu ondan. Ülfi Elvin Sərkərov Ülfi Əliyevə qarşı şovlu oyunu nümayiş elətdirib. Faul qərarı gəldi. Yayımda olanlar. Vəkillər kollegiyası hücumda. Başayevdən zərbə qapının üzərindən. Nurxan Türmək keçmədi İcatdan, amma hücumları Rar komandasına davam edir. İcat uzaqlaşdırır top. Nurlan bəy Rauf ilə Seymur başla toxunur. Üngül lakin qolun gəlməsinə kifayət edən bir toxunuş olmadı. Atilla geriyə çəkilir. Nurəddin Ülvi tək toxunuş ötürmələr yaxşı alınırdı, amma Elvin Sərkərov topu uğurladı rəqibindən. Sərkərov meydana alınır top. Ən çox Sportmaster Qaraçuqurda. Sol santraya yenidən Nicat. Rauf Raufdan yaxın güncə zərbə, qapısı dəf edir. Hal-hazırdakı maçda bu arada çox təhlükəli hücumlar gəlir Rar komandasından. Sizin fikriniz TikTok. Hal-hazırdakı maçda yaşıllı formada olan Rar komandası yoxsa qaralı formada olan Vəkillər kollegiyası daha üstün oyunu nümayiş elətdirir. Hal-hazırda nəzərinizə amma çatdırım ki, Vəkillər kollegiyası 1-0 hesabı ilə öndədir. Zərbə geyirtək olur. Emin bəyin zərnincə yayımımızda izləyicimiz zərnincə Rar komandası elə ki üstün oyunu nümayiş elətdirir. Zərbə endirildi, lakin dəf olunur. Fəxri Hacıyevin zərbəsi.
Şəhər FK. Şəxsidə yazın günün sonunda canlı yayımla yekunlaşdıqda gecə vaxtı siz cavablandırılacaqsınız. Bu arada hakim oyunu saxlayır. Qayda pozulub. Ümidvar ciddi zədə yoxdur. Yerdə qalan oyuncu Vəkillər Kollegiyasının hansı oyuncusudur? Fəxri Hacıyevdir. Vəkillər Kollegiyasının 23 nömrəsi zəd alıb. Ümidvar ciddi zədə olmaz. Yenidən qaytar meydana. Məsələ bizim kanalda canlı yayınlanacaq. İlk hissənin son dəqiqələri təxmini 2-3 dəqiqəyə ilk hissənin əsas vaxtı yekunlaşır. Elvin Sərkərov zanağı dəyişir. Sol zanağı ötürməyəldi. Nicat sirdə topu qayda pozulub. Atilay qaydana pozub. Haşim ikincə. Nurxan topla ötürməcər meydan azasına, amma kanalda yoldaşlarına heç kim yox idi. Haşim müdafiəçilərdən toxunuş var. Nurxanın zərbəsinə blok qoyulur. Daha bir korner. Uzaqlaşdırılır top. Rauf Əmir Aslanov sol sanatına irəliyir. Zərbə qatının üzərinə yollandı. Nicat indirdi zərbəni. Qapıcı yenə də imkan vermir. Diqqətlidir bugün Ramin Əliyev qapısında. Rövşəndə də top. Qüvvətli zərbələ malik oyuncudur. İndi ötürmə sahasına Elvin Sərkərov. Sərkərov yenə də Ramin Əliyev. Nurxanla zərbə gəlir. Ramin Əliyev artıq dəfələrdir qurtarışlar edir. Elvin Sərkərov kritik müdaxilə edir yenə də Ramin Əliyev. Sonrasında qapı dirəyinə tuş gəldi top. Rauf Əmir Aslanov. Əmir Aslanovların ötürməsi Elif Əliyev zərbə qatından keçir. Və beləliklə ilk hissəni yekunlaşdıran Fitdə oyun hakimi tərəfindən səsləndirildi. İlk hissəni Vəkillər Kollegiyasının minimal hesablı 1-0 hesablı üstünlüyü ilə yekunlaşdırdıq. RAR komandası ilə mübarizədə qısa fasilədən sonra ikinci hissədə görüşmək ümidi ilə hələlik. Bir də vaxtınız xeyir olsun dəyərli futbol sevərlər. Artıq maçda ikinci hissə start götürür. İlk hissəni Vəkillər Kollegiyasının 1-0 hesablı üstünlüyü ilə yekunlaşdırdıq. RAR komandası ilə mübarizədə. İkinci hissədə baxaq ki, RAR komandasının əks hücum həmlələri uğurlu olacaqmı? Artıq irəliyən dəqiqələrdə şahid olacağıq. Bitirməzlər meydan sahasına Seymur Aslanov. Boş qapıda çətin olanı edir. Nicat bəy, tam olaraq sualınıza başa düşə bilmədim. Yora Parfüm, təşəkkürlər. Orada Rövşənin təhlükəli zərbəsini dəf edir. Qalkiper Ramin Əliyev. Ramin hal-hazırda yəni qapıda qol görməməyin Vəkillər Kollegiyasının qapısında qol olmamağının demək olar ki, yeganə səbəbkarıdır. Qalkiper Ramin. Atilay. Ramin. Uzun ötürmə uğursuz alınır. Sol zona ötürmə gəldi. Nurəddin Sadiqov topu meydandan kənarlaşdırır. Kim zərbəsi düzgün şəkildə yerinə yetirilmədi. Qapıdan zərbəyə işarə olunur. Mümkün olsa əgər olmasa yenə də bəyənməklə möhtəşəm dəstəyimizə davam eləməyiniz arzu olunandır. Out. Seymur.
Seymur təhlükəli gəlib, RAR komandası yenə dərişən. Dirək mani oldu qola yenə də dirək. Ya Ramin, ya dirək. Bugün hələ ki toxunma saxlayıb Vəkillər Kollegiyasının qapısına. Emil bəy, təşəkkürlər, minnətdarım. Topla gelme. Nasib Cəlili. Türməsi olsun aha. Qalıb boş, açılır. Nurxan. Divar pası yaxşı alınır. Və top meydanda qalmalı. Out. Qaptan zərbə ilə top oynataq Teymur. Ramin Əliyev topla. Sol sanağa Nurəddin Sadiqovdan hava ötürməsi. Bir dəqiqə qalında top meydanı tərk etdi. Bəli Yusuf bəy. Bura Razindir. Çəkdi sağlamına Rauf. Seymurdan hava ötürməsi. Daha bir cəhd gəlir, uğursuz cəhd olur amma. Kimsə yiyirsən var heç. Fəxrin ötürməsi meydanı tərk edir. Elvin Sərşərov. Günsəl zərbə. Yoxsa yox. Qaptan zərbəyə işarə elədi hakim. Emil Paşayev. Qarşılandı Nazim tərəfindən top. Toxunuş var müdafiəçilərdən. Biçmir. Rauf. Zərbə yaxın küncə dəf olundu. Corners. Nurxan. Nurxan zərbə mövqe axtarırdı. Yenə də bloklanır zərbəsi. Xeyr, hal-hazırda Ziyabək RAR komandası ilə Vəkillər Kollegiyası qarşılaşır rastlaşmasında. Elvin Sərşərov. Yenə də blok qapanıb. Vəkillər Kollegiyası müdafiədə. Sərşərov zınağı dəyişdi. Nurxan. Yenə də Elvin Sərşərov. Yenə də bloklanır. Gündüzdən zərbə. Nurxan. Seymurun ötürməsi öz komanda yoldaşına qayıtmışdı. Elvin Sərkərov hücumu davam elətdirir. Nicat. Çəkdi sol ayağına Nicat. Bloklandı yenə də zərbə. Şahtan geriyə doğru Elvin Sərkərov. Daha bir zərbə. Bloklanır. Zərbələr bloklanır. Korner. Alfini yetirilir. Yenə də blok qoyulur zərbəyə. Nicat. Elvin Sərkərov.
Nurxanda da top. Yol tapa bilmirlər. Yol tapa bilmirlər vəkillər kollegiyasının qapısına. Geriyə doğru ötürmə. Fəxridən sahasına ha. Emil Paşayev. Ötürmə gəldi. İndi başda qarşısında top Nurəddin. Nurəddinin zərbəsi və gol! Vurmayana vurarlar misala bax. Tam yerinə düşür burada. 2-0 olur hesab. Nurəddin Sadiqov özünü və komandasının ikinci qoluna imza attı 15 nömrə. Dəfələrlə cəhd etdilər, dirəklər, qapısı dəfələrlə imkan vermədi. Lakin bir hücum, əks hücuma çıxdı ikinci hissədə vəkillər kollegiyası, onda da qərəq qapısına yol tapdılar. Elvin Sərkərov. Sərkərovdan sağına. Nurxan. Rar komandası hücumda. Sərkərov. Kompakt oyun nümayiş etdirir hal-hazırda. Vəkillər kollegiyası. Xeyr, bura Razin Olimp Arenada. Uzaqdan zərbə gəldi, blok qoyulur. Koyulan top. Rauslan solsuna ötürmə. İndi zərbə indirilir, amma qeyri-dəqiq zərbə olur. Time-out. Vəkillər kollegiyası time-out götürür. Time-out yekunlaşıb, yenidən oyuna davam edirik. Şəndən solsuna ha, indi zərbə gəlir, amma top doğru yandan silkəliyir. Ülvəliyev, tek bir episod yarandı. Əliyev. Fəxri gəlişinə zərbə indirir, amma top qapısına. Hüküm saxlayıb oyunu. Vəliyev yerdə qalır, ümidvarı ciddi zədəsi yoxdur. Emir Paşayev blok qoyuldu zərbəyə. Buna bir qədər sürətli alınır. İndi Elvin Sərkərov, Ramin Əliyev etdiyi səhvini öz qurtarışı ilə sığortaladı. Rövşənin də zərbəsinə blok qoyuldu. Əks hücumladı vəkillər kollegiyası. Kesmədə davam ötürməsi Rövşən. Sınav dəyişdi. Rəddin. Seymurdadır top. Yox, yenə qol gəlmədi. Yenə alınmadı. Fəxri. Kesə bilmədi rəqibini. Aleyküm salam Rahim bəy. Fəxri. Rauf Əmrəslan da topu çırpdı orada. Adaşı top aldı həmçinin ondan. Əks hücuma çıxır Rar komandası. Rövşən özünə ailə oynadı. Elvin Sərkərov sıyrıla bilmir rəqibinə. Emil Paşayevlə geridə götürməyə Nurxan sağına. Seymurdan zərbə gəlir. Ramin Əliyevə əhsən. Bu gün qalib gələrlərsə əgər vəkillər kollegiyası əsas pay sahiblərindəndir Ramin Əliyev. Nurxan. Atilla sənsən. Ramin ortada Ramin. Ramin sənsən. Pas versə olmaz. Rauf.
Yeniden Nurxan. Sürməsi olsun ha. Qüvvətli zərbələrə yaxın güncə dəf olunur. Buyurun sana. Nurxan. Out. Seymurdan ötürməsi olsun ha. Rauf. Rauf Həsənzadə boş mövqe axtarışında da ötürmə etmək üçün. Nurxan. Yanında Seymur Aslanov. Sağ dəyişdi Elfin Səkşərov. Diagonal ötürməyə Nurxan. Bu sağa sola gəlsirlərində Elfin Səkşərov. Ramin. Yaxın məsafədə dəf etdi. Qaydan topa zərbə isə qeyridə qalınır. Akı, necəsən? Xoş gəlmişsən. Təşəkkürlər Akı. Aslanovdan solsuna ha. Rövşən. Zərbə indirilir. Yox, yenə də top qapıya daxil olmadı. Alt. Görev tamamlansın burada. Ara ötürməsi gəldi Elvin Sərkərov. Tapan ötürməsi qeyridə qalınır. Ülfü Əliyev. Əliyev. Ülfi 4'e 1 gəliblər. Atılay. İndi isə 4'e 1 rar komandası Ekşuzumda da sağ ötürmə. Seymur Aslanov. Çoxaldılar artıq Elvin Sərkərov sərpəni indirir amma Ramin Əliyev qapıda bir oyuncu deyil, 2 oyuncuya bərabərdir bugün. Xüsusiyyətli olar. Qaptan zərbə ilə indi top oyuna daxil olunacaq. Out yerinə yetirildi. Nicat Solzana ötürməsini yetir. Nurxan. Seymur. Topa atda. Hadi yoldaşlar. Akı teşekkür. Türkler demiş ki, kösene bereket. Rauf Həsənzadə, Seymur Aslanov oynadı. Sol sınaqda Nurxan. Bir gol gələrsə əgər RAR komandasına buraya gələrdi artıq motivasiya toplayarlar, oyunun intriqası da geri qaytar. Növbəti zərbə direyə tuş gəlir bu gün artıq bəxt amili də var. Bir qədər bəxti də gətirmir. RAR komandasına ara ötürməsi, indi Nicat qarşılayır topu. Rövşən. Nurxan da top. Çəkdə sayğına Nurxan. Qapı tirinə tuş gəldi top. Neçənci dəfədə artıq. Neçənci dəfədə. Yerdə qalancı var. Nicatı görürük. Heç cür bugün bəxti gətirmədi artıq. Sayını itirdiyi mən rahat 5-ci dirəkdən sonra hesablamadım. Seymur Aslanov geriyə doğru Nicat. Nicat qapısını tərk edib. Sağsına ötürmə. Alt. Keçmədə top. Rauf Həsənzadə.
İndi, düzdür. Sol zona gəlib ötürməyə. Allah kadar Dəyişdi sundadılar. Tepilib sot yaranıb. Nöqtə qoyulacaq mı? Atilla! 3-0 edir hesabı. Vəkillər Kollegiyası Veteranlar Ligasında ilk qalibiyyətlərinə yaxındılar. Emin nəyə gülürsən Emin? Qaptan Zərbələ top oyuna daxil oldu Emil Paşayev. Ayaq saxlayır, geriyə çəkildi. Diyələr istəyirlər. Rövşən. Tirdi topu, indi Əksum yenidən gəlir. Nə oldu? Haşim saxlayır oyuna. Cərimə zərbəsi yeni getirilir. Ülvəliyev bloklanar zərbə. Sol zanatdan irəliyir. Elvin Sərkərov zərbə mövqeyi axtarılırdı. Yox, ötürülmək düşünmüşdü Nazimə istiqamətində. Geridə götürmə olur. İzrat. Yine qapısını tərk edib. Nazim Cəlili. Sınaq dəyişdi. Rauf Həsənzadə. Yox, düşə bilmədi qapıya. Aslanov müdafiənin arxasına doğru Nurəddin Sadiqov diqqətlidir müdafiəsində. İti bucaqdan zərbə və gol! Nəhayət ki, RAR komandası tilsimi qırır. Tilsim qırılar. 3-1. Dəqiq 2 topa inir. Ramin Əliyev. Alt kazandı. Nazim. Bloklanır yenə də zərbə. Şu bucaqdan daha bir zərbə gəldi, amma bir dəqiq olur. Alsı yerinə yetirir Vəkillər Kollegiyası. Nazim. Sınaq dəyişdi. Rövşən 2 nəfərin atəsindən çıxmağa çalışır. 50 oyun, cərimə zərbəsi. Rövşənin zərbəsi Zansətdən qaydı. İndi müdafiəçilər də uzaqlaşdırdı out. Və beləliklə oyunun hakimində final stil səsləndirilir. Vəkillər Kollegiyası 3 xal aktivinə yazdırdı. Biz də reportajımızı bu maraqlamasından sona çatdırırıq. Oyun boyunca sinəmə edim şəhsiniz Heydər Hüseyinli. Növbəti oyunlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.